Of, bu ayaqqabılar lap ayağımı vurdu ki, gərək təzə ayaqqabı geyinməzdim. Yaxşı ki, yanımda plaster var idi. Ayaqqabı niyə ayağı vurur və bunun qarşısını necə almaq olar? Yeni ayaqqabının ayağı vurmasının səbəbi hər zaman onun açılması lazım olması deyil. Əksər hallarda problem ayaqqabının ayağınızın formasına uyğun olmamasıdır. Dar burun hissəsi, çox sərt olan arxası, uyğun olmayan hündürlük və ya düzgün seçilməmiş ölçü daimi sürtünməyə səbəb olur. Buna görə də ayaqqabı alarkən yalnız görünüşünə deyil, mağazada geyindiyiniz andan etibarən nə qədər rahat olduğuna da diqqət yetirin. Əgər ayaqqabının müəyyən hissəsini ayağınızı vura biləcəyini bilirsinizsə, qabar əmələ gəlməsini gözləməyin. Əvvəlcədən silikon band və ya ayaqqabı üçün xüsusi qoruyucu yastıqçıqlardan istifadə edin. Həmçinin yeni ayaqqabını ilk günlərdə qısa müddət geyinmək daha məqsədə uyğundur. Materialı sərtdirsə, onu yumşaltmaq üçün xüsusi vasitələrdən istifadə edə bilərsiniz. Lakin bu vasitələrin həmin dəri və ya parça növü üçün uyğun olub olmadığından əmin olun.